Sizə bir sualım var. Hansı device istehsalçısı öz device'larına, öz cihazlarına ən çox yeniləmə, yəni sistem yeniləməsi təqdim edir? Xiaomi, Oppo, Vivo, Google yoxsa Samsung? Xeyr, heç biri deyil. Apple. Apple 13 il bundan qabaq təqdim edilmiş, bazara çıxarılmış iPhone 5s üçün sistem yeniləməsini təqdim etdi. iPhone 5s 2013-cü ilin sentyabr ayında satışa çıxarılıb. Müasir iPhone-lar üçün iOS 26.2.1-in buraxılması ilə yanaşı Apple köhnə device'larının sahiblərinə də bir hədiyyə vermək qərarına gəldi. Xüsusilə iPhone 5s. Bu model üçün iOS 12.5.8 buraxıldı. Onu 12 yaşlı iPhone 6-ya da quraşdırmaq olar. iPhone 6s iOS 15.8.6-ya yeniləndi. iOS 12.5.8 və iOS 15.8.6-da yeni funksiyalar yoxdur. Yeni əməliyyat seriyasının versiyalarında yalnız iMessage, FaceTime və smartfon aktivləşdirilməsi üçün tələb olunan yeni sertifikatlar var. Yeri gəlmişkən iPhone 5s və iPhone 6 2023-cü ilin əvvəllərində Apple əməliyyat sistemindəki kritik təhlükəsizlik problemlərini həll etmək üçün yenilədi. Sonra da çoxları deyir ki, mən Apple-a üstünlük verirəm, mən Apple-ı tərifləyirəm, mən ay divanı ekspertləri, Apple-ı tərifləmirəm, mən faktları görüb, faktları sizə təqdim edirəm. Ola bilər ki, mən hardasa səhv edirəm. Məsəl üçün, Apple-dan başqa digər hansısa bir gadget istehsalçısı öz smartfonlarına bu qədər uzun müddət əməliyyat sisteminin yeniləməsini təqdim edir. Kimsə bilirsə, bu barədə kommentlərdə yazsın.